Salam hər kəsə, salam gözəl insanlar. Bayramınız mübarək olsun. Bugünkü maska saçı quru xanımlara aiddir. Saçın ətəyində qurumuş, necə deyim, qırılmış saçlara, saç qıranlı saçlara aid, yanmış saçlara aid olan möhtəşəm bir iki ingredientdən ibarət olan maska tövsiyə edəcəm sizə. Deməli, götürürük 3 xörək qaşığı balzam, fərqi yoxdur. Saç balzamı da ola bilər, maska da ola bilər. 3 xörək qaşığı balzam, məndə aloe balzamıdır. Əlavə edirik bir qabın içinə. Əlavə edəndən sonra götürürük uşaq yağı, uşaq bədən yağı, Johnson Baby uşaq bədən yağı. Çox möhtəşəm bir saç yumuşaldan vasitədir bu uşaq bədən yağı. Götürürük Johnson Baby uşaq bədən yağı, bütün apteklərdə satılır, hətta böyük marketlərdə də satılır. Alırsınız və onu əlavə edirsiniz bu maskanın içinə. Hardasa 1-2 xörək qaşığı əlavə edəndən sonra yaxşı-yaxşı qarışdırırsınız. Qarışdırandan sonra təmiz saçınıza yuyulmuş, nəm saçınızın ətəyinə, diblərinə yox, ətəyinə tətbiq edirsiniz, yaxşı-yaxşı yedirdirsiniz. Yedirdəndən sonra keçirirsiniz başınıza salafanı, bir hardasa 2 saat qalır saçınızda. 2 saatdan sonra yuyursunuz. Və bu maskanı həftədə 2 dəfə, həftədə 1 dəfə edə bilərsiniz. Həqiqətən də özünüz gözlərinizin şahidi olacaqsınız ki, saçınız necə yumuşalır, necə belə möhtəşəm bir yumuşaqlıq əldə edəcəksiniz. Bu qədər gözəl insanlar. Hələlik.